Oğurluq nədir? Hansı hallar cinayət məsuliyyət yaradır? Gizli talama ilə açıq soyğun arasında fərq nədir? Cəza nə vaxt ağırlaşır? Bir anlıq tamah illərlə davam edən hüquqi məsuliyyətə çevrilə bilər. Qanun özgənin əmlakına toxunanlara nə deyir? Oğurluq cinayətlərinin hüquqi mahiyyəti, maddələr, cəzalar, ağırlaşdırıcı hallar, real məhkəmə təcrübələri, hüquqi izahlar, qanun və icra. Qanun və icra bu sadəcə verilişdir. Bu ədalətin canlı tribunasıdır. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında birazdan. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyunu işığın veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şri-Lanka gəlir və Şri-Lankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində sizə təqdim olunur. Salam, hörmətli tamaşaçılar, qanun və icra proqramı biz yenə sizinlə. Bugünkü mövzumuz Cinayət Məcəlləsinin 177-ci maddəsini əhatədə maddi hüquq normaları ilə bağlı fikirimizi aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişik. İlk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edim, sonra biz mövzumuzu dəyərli ekspertlərimizdən davam etdirəcəyik. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Mirzə Xan Kiyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Xəyara xanım Cəfərova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Cəlil Mahmudov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü İradə xanım Hacıyeva. Xoş gəlmişsiniz. Hörmətli tamaşaçılar, bugün əlimizdə olan və qüvvədə olan Cinayət Məcəlləsinin 177-ci maddəsinin əhatədə maddi hüquq normalarına bağlı fikirimizi aparacağıq. Eyni zamanda törədilən cinayətin, vurulan zərərin dəyərinin asılı olaraq sanksiyalarla bağlı fikirimizi aparacaq. Eyni zamanda oğurluq cinayətinin inzibati məsuliyyətlə bağlı fikirimizi aparacaq. Mən hesab edirəm ki, bəşər övladı nəinki belə oğurluq cinayətdən və digər cinayətlərini törətməkdən və belə deyək ki, bu əməllərdən daha yaxşı olardı ki, uzaq olsunlar. Amma buna baxmayaraq, bu günlər cəmiyyətimizdə əfsus olsun ki, oğurluq cinayətləri də var, dələduzluq cinayətləri də var, narkotik və digər məsələlərlə bağlı da cinayət törədən şəxslərimiz var. Oğurluq nədir? Oğurluq birbaşa törədilən şəxs tərəfindən gizlin törədilən cinayətlər kateqoriyasındadır, mülkiyyət əleyhinə olan cinayətlər növündədir. Eyni zamanda bunun inzibati məsuliyyəti ilə bağlı fikrimizi aparacaq. Mən hesab edirəm ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən törədilən cinayətə görə, vurulan ziyana görə və qrup şəklində mütəşəkkil dəstə tərəfindən, eyni zamanda təkrar törədildikdə törədilən cinayətə tərkibinə, fakultativ əlamətlərinə görə ağırlaşdıran hallar və yüngülləşdirilən hallarla bağlı, eyni zamanda vurulan zərərin aradan qaldırılması zamanı məhkəmə prosesində təqsirləndirilən şəxslərə verilən cəza ilə bağlı fikrimizi aparacağıq. Mən hesab edirəm ki, bu günləri Cinayət Məcəlləsini mən vəkil olaraq və aparıcı olaraq istərdim ki,
vətəndaşlarımız da birbaşa, yəni bizim canlı yayımıza bizlərdən bu ifadələri, bu fikirləri eşitsin ki, törədilən 177-ci maddəni törədən şəxslər, əgər bunlar təqsirləndirilən şəxslər və məhkəmə müstəvisinə çıxarılırsa, vurduğu zərərə görə, oğurluğa görə və ekspertin və digər belə də xüsusi biliyə malik olan mütəxəssislərin rəyinə əsasən 177 birinci hissəsinin əgər iş məhkəməyə çıxarsa, cəza 2 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. İkinci hissə ilə əgər təqsirlənən şəxs məhkəmə müstəvisinə çıxarılırsa, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Xüsusilə də 77-ci üçüncü hissəsi ilə əgər təqsirlənən şəxsə cəza müəyyən edən zaman məhkəmələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur və xüsusilə də vurğulamaq istəyirəm, ağır və xüsusilə belə ağır hallarda, yəni ağırlaşdıran hallarda və vurulan zərərin məbləğindən asılı olaraq 10 ildən 14 ilə qədər bugün əlimizdə olan Cinayət Məcəlləsinin 177-ci maddənin sanksiyaları nəzərdə tutulmuşdur. Mirzə müəllim, xoş gəlmisiniz. Uzun müddət hakim işləmisiniz, müstəntiq işləmisiniz. Ümumiyyətlə, oğurluq cinayətinin dispozisiyası ilə bağlı və inzibati məsuliyyətlə bağlı istərdim ki, tamaşaçılara, yəni həyat təcrübənizdən, eyni zamanda vəkili təcrübənizdən, hakimi təcrübənizdən, həm də istintaq təcrübəsindən danışasınız. Xoş gəlmisiniz. Çox sağ olun, Əkbər müəllim. Biz hüquqşünasları siz bu gün bura dəvət etməkdə məqsəd ondan ibarətdir ki, xalqa bu cinayətin mahiyyətin, baş vermə səbəblərin, baş verməsinin nəticələrini izah edə bilək. Bəli, bəli. Və əlbəttə bizim millətimiz, xalqımız, biz desək ki, bizdə oğurluq cinayəti yoxdur, bu yalan. Dünyanın hər yerində, bütün dünya ölkələrində oğurluq cinayəti ən qədim tarixə malik olan cinayət növlərindən biridir. Yəni, mən deyərdim ki, dünyada bəlkə də elə cinayətlər içərisində birinci oğurluq cinayətdən söhbət. Cinayətin növləri çoxdur. Ora qəsdən olan cinayət var, etiraz nəticəsində olan cinayətlər var, oğurluq cinayət, amma oğurluq qədim tarixə malik cinayətdir və bu gün də təəssüflər olsun ki, bizim ölkəmizdə də bu özün təzahür etdirir, üzə çıxır, məlum olur. Məhkəmələrdə əvvəlkilərə qədər çox yox, oğurluq cinayətlərinin sahibi mən bildirmək istəyirəm ki, son illərdə xeyli azalmışdır. İstintaqçı olmusunuz. Bəli. Və istintaq zamanı və məhkəmə zamanı oğurluq üçün ən axır cəza, yəni ən ağır cəza hansılar olur sizdə? Təcrübədə. Mən şəxsən hakim işlədiyim vaxt oğurluq cinayətinə 10 il iş vermişəm, ondan artıq verməmişəm. Yəni ona uyğun gəlib. Azadlıqdan məhrum etmə cəzası. 14 ilə qədər nəzərdə tutulsa da, çünki oğurluq cinayəti belədir ki, onun siz burada çıxışınızda dediniz, cinayətin baş verən səbəbi və həcmindən asılı olaraq baxır hansı səviyyədə oğurluq. 500 mindən yuxarı oğurluq da var, 500 mindən aşağı oğurluq da var, 100 manata qədər oğurluq var, 100 manatdan yuxarı oğurluq var, 500 manatdan 5 minə qədər oğurluq var, 5 mindən 50 minə qədər oğurluq var, 50 mindən 500 minə qədər oğurluq var. Bunların və 500 mindən siz o sanksiyaları elə əvvəlcədən burada bildiniz. Bu Sizə buyurun, həcminə uyğun olaraq söyləyə bilərsiniz. Bəli, Şunu söyləyə bilərsiniz, buyurun. həcminə uyğun olaraq cəza növləri nəzərdə tutulur. Buyurun, buyurun, Mirzə müəllim. Talama cinayətlərinin növləri çoxdur. Onların içərisində ən yüngül formada olan az miqdar türünün adətən gizli yolla talamadır. Gizli yolla talamanın o vaxt məbləği çox olur ki, əvvəlcədən məlumat alırlar, proqramlaşdırılmış bu oğurluqlardan söhbət gedir. Məsələn, filan evdə, filan kəsin evində 1 milyon manat pul var. Gedim onu gizli yolla. Amma oğurluq cinayətlərin bəzən ailə üzvləri və digər ailəni tanıyan insanlar da istiqamət verə bilər. Təbii. Nəsə məbləğlə Bəli. O ailə üzvləri də ola bilər, dost yoldaş vasitəsilə ola bilər, başqa üsulların, müxtəlif üsullarla öyrənmə vasitələri var. Bu müxtəlif üsullarla öyrənilir. Çünki bilirsən, cəmiyyət inkişaf elədikcə nə qədər ki qanun inkişaf eləyir, dövlətin qanunları inkişaf eləyir, yaxşı qanunlar qəbul olunur. Bu oğurluq sahəsində olan, yəni cinayət sahəsində olan, cinayət aləmində olan bir qrup insanlar da özlərini təkmilləşdirirlər. Onlar da yəni belə cinayət törədilmə üsullarını inkişaf təkmilləşdirirlər. Yəni hüquq münasibəti dinamik olduğuna görə, qanunvericilik də ona görə dəyişir və münasibətlər də həmişə ona uyğun olaraq yəni inkişaf edir. Ona uyğun inkişaf edir. Buyurun. Yəni heç vaxt əvvəllər, məsələn 100 il bundan əvvəl indiki formada oğurluğun üsullarının hamısı yox idi. Təbii ki, indiki dövrdə elektron daşıyıcılardan istifadə olunmaqla kiber cinayətkarlıq sahəsində oğurluqlar, yəni bu müasir dövrün tələblərinə uyğun, yəni ən yüksək forma. Məsələn, mən məhkəmə təcrübəsindən bir məsələni istəyim, mən özüm hakim işləyən vaxtda bir cinayətə baxdıq biz. Cinayətin mahiyyəti nə idi? Bir dənə İtaliyada bu tənzimlənir, bir nəfər rus oğlan gəlir Azərbaycana, bilet alır, vaqondan gəlir Azərbaycana, vağzalda düşür.
Bunu telefonla idarə edirlər. Vağzalda düşəndən sonra Bakında birinci dəfə onlar tanımır. Deyir ki, bir taksiyə otur. Taksidə otur, bizdən əlaqə saxla. Oturur taksiyə, deyir ki, taksi şoferinə falanadır. Denən sürücüsünə falana verirsə. Sürür, taksi şoförü orada pulunu verir, düşür. Deyir ki, sağ tərəfə bax, baxır. Görürsən o, nədir, pul çıxartdığımız yerlər. Bankomatlar. Deyir, hə, var orada 2 dənə bankomat var. Deyir, yaxın, özünlə setka götür. Buna əvvəlcədən demişmişlər ki, özünlə setkalar götürürsən. Setka götürmüsən, nə? Kağız kloklar da, kloklar var. Deyir, yaxınlaş bankomata, filan rəqəmləri basır. Bir də görür ki, bankomatdan pullar başladı tökülməyə. Yığdın, hə. İndi ikisini də boşaldır. İndi otur, onu götür, başqa taksi çağır, o taksi get filan küçəyə. Gəlir filan küçəyə, orada da boşa. Bu yolla 1 milyondan yuxarı bankomat bir günün içində, daha 2 saatin içində Bakının bankomatlarından pul çıxardırlar. Sonra deyir ki, otur maşına, gəl filan yerə. Gəlir küçəyə, o klokları bir filan kəsə. Orada bir adam gözləyir onu. Verir onu, çıxır gedir. Buna bütün bu hərəkətləri, bu rus oğlan özü də fəhlədir. 10 min eləyir. 10 min pul veriblər ona. Gəlir, bir gün içində boşaldır, verir ona, çıxır gedir. Bu cinayətin açınca gör bizim sağ olsunlar, indi bəzən insanlar fikirləşir ki, hüquqi mühafizə orqanları zəif işləyir. Zəif işləyir yox, hüquqi mühafizə orqanları bəzən həqiqətən zülm çəkirlər. Bunun aşmaq üçün, üstündə işləmək. Dövlət səviyyəsində bu işlə maraqlandılar. Mütəşəkkil dəstədir, bəli. Çox əziyyət çəkdilər, bunun üstü açıldı. Amma açıldı, hansı səviyyədə açıldı? Biz o oğlan tutuldu, gəldi, biz onun cəzasını verdik, getdi, ona səhv eləmirəmsə ona cəza verildi. Cəzasını verildi. Çünki onun özünün də məlumatı yox idi bu işdə. Onun deyilən icra eləyib. 10 mindən başqa pul almayıb. Heç bilmir ki, bu neyin. O İtaliyadakılara çıxa bilmədilər. Gör o kiber cinayətləri nə qədər inkişaf eləyibsə, başqa ölkədən başqa ölkəni idarə eləyib, oğurluq cinayəti törədirlər. Aydındır. Yəni son üsullardan biri bundan ibarətdir. Xəyal xanım, xoş gəlmisiniz. Xoş gördük. Ümumiyyətlə, bugünkü mövzumuzla bağlı həm təcrübədən, eyni zamanda icraatınızdan adlar çəkmədən, buyurun, xoş gəlmisiniz. Bu oğurluq cinayətləri sizin üçün necə vətəndaşlar çox sağ olun, çatdırasınız? Nəfər müəllim. Bugün çox aktual mövzuya toxunuruq və bu insanlar maariflənməlidir bu mövzuda. Nəyə görə? Çünki biz adətən vətəndaşlar bilmir ki, oğurluq nədir, soyğunçuluq nədir, bəzən dələduzluq halları. Yəni bunu çox vaxtı səhv salırlar. Mən ilk öncə onu bildirmək istəyirəm ki, bununla bağlı Ali Məhkəmə plenum qərarı da var. Orada qeyd olunur ki, ümumiyyətlə oğurluq, soyğunçuluq cinayəti talama cinayətidir. Yəni özgənin əmlakını hüquqa zidd olaraq götürüb mənimsəmək, öz xeyrinə istifadə etmək mənasında törədilən hərəkətlərdir. Oğurluğun soyğunçuluqdan fərqi odur ki, oğurluq törədən şəxs əməlinin gizli olduğunu, yəni gizli niyyətlə bunu törədir. Yəni şəxs kimsənin mülkiyyətçinin və ya digər sahibin, kənar şəxsin yanında əmlakı götürürsə və bu əmlakı gizli götürdüyünü dərk edirsə, baxmayaraq ki, onu kimsə kənarda müşahidə etsə belə, dərk edirsə ki, bu əmlakı gizli götürür, bu əməl oğurluq sayılır. Yox, əgər şəxs kimlərinsə gözü qarşısında mülkiyyətçinin və ya kənar şəxsin, digər sahibin gözü qarşısında əmlakı talayırsa, götürürsə və bunu açıq-aşkar bilir ki, bu niyyətlə və onlar onu görsə də, onun əməlini dayandırsa da, dayandırmaq istəsə də bu əməllərdən davam edəcək. Bu şəxsin əməlləri artıq soyğunçuluqdur. Burada xırda talama inzibati xəta yəni əməlidir. Bu cinayət deyil. Yəni bəzən məbləğdən asılı olaraq bilmirlər ki, əməl xırda talamadır, yoxsa oğurluqdur, soyğunçuluqdur. Yəni qanunvericilikdə nəzərdə tutulur ki, müəyyən hallarda sadə oğurluq və soyğunçuluq hallarında vurulan zərər məbləği 500 manatdan yüksək olduqda artıq əməl oğurluq və ya soyğunçuluq kimi tövsif olunur. Yox, əgər məbləğin götürülən əmlakın dəyəri 500 manatdan aşağı olarsa, o zaman bu xırda talama hesab olunacaq. Yox, əgər Cinayət Məcəlləsinin 177 və 180-ci maddələrin oğurluq və soyğunçuluqda qeyd olunur ki, əgər binaya, saxlanç yerinə gizli daxil olmaqla törədilirsə, yaxud hansısa elektron daşıyıcılardan istifadə olunursa, elektrik, qaz, neft kəmərlərinə daxil olmaqla törədilirsə və təkrar törədilirsə və bir qrup şəxs tərəfindən törədilirsə, bu halda məbləğ 100 manatdan artıq yuxarı olduqda bu əməl talama yox, artıq oğurluq və soyğunçuluq kimi qiymətləndiriləcəkdir. Yəni bu hallara diqqət yetirmək lazımdır. Ümumiyyətlə biz vətəndaşlara buradan çağırırıq ki, mümkün qədər bu əməllərdən yayınsınlar. Sadəcə kimlərinsə də başına bu işlər gəldikdə, yəni onlar bu əməllərdən asılı olaraq artıq bilməlidir ki, onun evindən oğurluq olubdur, soyğunçuluq olubdur, yaxud cibindən götürülən əşya talamadır, yaxud nədir? Cəlil müəllim,
Oponentlərimiz və vəkillərimiz fikirlərini söylədir. Siz uzun müddət prokurorluq orqanlarında, indi vəkillik fəaliyyətini davam etsin vəkil kimi. Buyurun. Çox sağ olun Rəhbər müəllim. Siz həmişə kimin bu gün də bir aktual mövzunu müzakirəyə çıxartmısınız. Bayaqdan bizim yoldaşlar bu talama cinayətləri ilə bağlı öz fikirlərini bildirdilər. Ümumiyyətlə, talama cinayətləri mülkiyyət əleyhinə olan cinayətlər sinifinə daxil olan cinayətlərdir. Hansı ki, o oğurluqla başlayır. Orada soyğunçuluq, mənimsəmə, ondan sonra dələdüzlük və s. Bunlar hamısı talama cinayətlərinə Yəni mülkiyyət əleyhinə olan cinayətlər bəli, mülkiyyət əleyhinə aid olan cinayətlər sinifinə daxil cinayətlər sayılırlar. Və bu cinayətlərin hər birinin özünə məxsus xüsusiyyətləri var. Yəni, oğurluqla soyğunçuluq və yaxud dələdüzlüklə mənimsə, bunların hərəsinin özünün xarakteri xüsusiyyətləri var. Oğurluğu da bizim həmkarlarımız söylədi. Oğurluğun o birisi cinayətlərdən fərqi ondan ibarətdir ki, bu gizli törədilmiş cinayətdir. Yəni fərqi deyəndə biz Xüsusiyyəti, onun xüsusiyyəti. Yəni tamaşaçı başa düşməsin, biz deyək bu daha yaxşıdır da. Yox, o cinayət, onların hamısı cinayətdir, yaxşısı yoxdur onların. Amma bunun fərqi ondadır ki, bu gizli talamadır. Yəni cinayəti törədən şəxs onu gizli taladığını hiss eləyir, qəbul eləyir. Bir də bu cinayətlərin, mən istəyərdim o cinayətlərin, hər bir cinayətin başlama, bir də sona çatma anı var. 29-a münasibətdə. Bəli, yəni bütün cinayətlərin bir başlama vaxtı var, bir də cinayətin başa çatma vaxtı var. Oğurluq cinayəti, deyək ki, başlama vaxtı, əmlakı oğurladığı vaxtdan. Cinayət Məcəlləsinin 28 hazırlıq, 29 hazırlıq, 30 başa çatma ilə bağlıdır. Yəni onların da o məsuliyyət məsələsi var. Onları bilirsiniz. Cəza təyin edəndə. Bilirsiniz. Bax, cinayət məcəlləmizin xüsusi hissəsi var, bir ümumi hissəsi. Xüsusi hissəsində cinayətin, mən dediyim kimi, hazırlıqdan başlamış, da onun başa çatana qədər qanunvericilik izah eləyir. Hazırlıq nədir, cəhd eləmək nədir, başlama nədir və qurtarmaq nədir. Və onların hər biri anında cəzanın fərqləri var. Könüllü imtina ünsüzü də var. Bəli, könüllü imtina ünsüzü də var. Onların hər birinin cəzada, yəni gələcəkdə verilən cəzada bir-birindən fərqli olaraq cəza nəzərə alınır. Nəzərə alınır. Oğurluq cinayətinin başa çatması təqsirlənilən şəxsində, yəni oğurunun deyək ki, oğurunun götürdüyü, oğurladığı əmlakı istədiyi kimi istifadə etmək imkanı yarandığı anda cinayət başa çatmış sayılır. O vaxta qədər cinayət hazırlıq və ya cinayət eləməyə cəhd sayılır. Ona görə də başqa cinayətlər, məsələn, soyğunçuluq dedir. Amma o talama cinayətlərində deyək ki, quldurluq, deyək ki, hücuma keçdiyi anda. Hücuma başladığı anda bitir. Ona görə də onların arasında fərqli. Amma oğurluq cinayəti isə götürdüyü əşyanı istifadə etdiyi anda. İstifadə etmək imkanı yarandığı anda bir əlavə edeyim, zəhmət olmasa. Bu cəhdin adını çəkdi Cəlil müəllim. Cəhd, görürsünüz, qanunvericilik nə qədər sərt olsa da o qədər də humanistdir. Cəhd cinayətində, digər cinayətlərdə oğurluqdur, mənimsəmədir, dələduzluq cinayətlərinin hamısında tamamlanmışdan fərqli olaraq bu son qanunlardan biridir. Əvvəllər bu yoxdur. Cəza dəymiş ziyanı ödəməkdən əlavə vətəndaşa dəymiş ziyanı ödəməkdən əlavə dövlətə vurulan ziyanın ödənilməsi məsələsi qoyulub. Neçə faiz ödəyəndə sən azad ola bilərsən. 73-cü maddə ilə. Bəli, 73-cü maddə ilə. Orada cəhdi cinayətinə 10% qoyulur. O birlərdə 25%-dir, 50%-dir. Amma cəhdi cinayətində 10%-dir. Məsələn, tutaq ki, sən 50.000 pul oğurlamısansa, ya dələduzluqla ələ keçirmisənsə, onun 10%-nə qədər 5.000-i. Vətəndaşın ziyanını ödəndən sonra o 5.000-i də dövlətə ödəməlisən ki, sənin barəndə məsuliyyətdən azad olasan. Deməli, dolayısıyla Mirzə müəllim, dövlətin məqsədi insanı cəzalandırmaq deyil, onu tərbiyə eləmək. Təbii. Yəni, ikinci o sual kimi verəcəm. Qanunvericilik də ona köklənib, bütövlüklə. Cəzanın məqsədi odur. Cəzanın, dövlətin məqsədi cəza vermək, onu işgəncə verməkdən ibarətdir. Ancaq insanları tərbiyə eləmək və sosial tərbiyə etmək və cinayətdən çəkindirməkdən ibarətdir. Aydındır. Buyurun Rəza xanım, xoş gəlmisiniz. Sağ olun, bax, vəkillərimiz söylədi. Mən də istəyirəm siz öz subyektiv fikrini söyləyəsiniz bu oğurluq cinayətlərlə bağlı.
Qeyd eləmək istəyirəm ki, Cinayət Məcəlləsində iqtisadi sahədə olan cinayətlər arasında deməli mülkiyyət əleyhinə olan cinayətlər, deməli oğurluq, soyğunçuluq, mənimsəmə, quldurluq, dələduzluq və sair bu kimi cinayətlər, yəni talama cinayətləri vardır. Mən bir misal üzərində göstərmək istəyirəm ki, tutaq ki, yəni oğurluq cinayətinin, soyğunçuluq və quldurluq, hətta dələduzluqla yəni fərqi nədir? Bir dənə epizoddur, deməli, şəxs gedir, deməli, oğru, cibgir deyək də, yaxınlaşır, şəxsin xəbəri olmadan, onun xəbəri olmadan onun portmanetini götürür. Deməli, heç kimin xəbəri yoxdur. Hətta kənardan kimsə onu görsə belə, irad göstərmirsə, bu oğurluq cinayəti hesab olunur. Lakin şəxs portmaneti götürəndə, deməli, portmanetin yiyəsi və duyuq düşür. Duyuq düşəndə artıq müqavimət bir-birinə qarşı baş verir və soyğuncu artıq görür ki, bəli, bu portmaneti oğurlandı, götürüldü daha doğrusu. Artıq və bu artıq gördüsə, bu artıq soyğunçuluğa keçir. Və bir davam edək, yəni davam edək. Daha sonra bu portmaneti götürəndə, deməli, qarşı tərəfə bunu götürmək istəyir, o müqavimət göstərir, qarşı tərəfə, deməli, fiziki şiddət yetirir. Fiziki şiddət. Orada da artıq quldurluq cinayətinə keçə bilər. Nədir? Soyğunçuluq. Quldurluq. Nə zaman quldurluq? Quldurluğun da deməli nədir? İnsanın həyat və sağlamlığına təhlükəli zərər yetirməlidir. Əgər orada tutaq ki, ən azı deməli ekspert rəy verməlidir oradakı. Çox özür dilərim, bizim bir reklam aramız var. İnşallah davam edəcək sizlə. Reklamdan sonra biz davam edəcəyik. Baş sponsorluğu Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25 bin manat, təmirsiz üçün 5 bin manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində sizə təqdim olunur. Şərur MTK-nın baş sponsorluğu Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir. Bildiyiniz kimi biz Şərur Mənzil Tikinti Kooperativinin baş sponsorluğuna qanun və icra proqramı davam edir. Mən hesab edirəm ki, bugün Şərur Mənzil Tikinti Kooperativindən ev almaq istəyən hər bir şəxs təmirli evlər üçün 25 min ilkin ödəniş, təmirsiz evlər isə 5 min ödənişdir. İstədiyiniz vaxtı hüquq şöbəsinə yaxınlaşın, bizim əməkdaşlarımız müqavilənin tərtib olunmasında və eyni zamanda alqı-satqı zamanı sizi müqavilə üzrə vəzifə və hüquqlarınızın izah edilməsinə yardım olacaq. Rədə xanım, buyurun. Qeyd elədiyim kimi, deməli, oğurluq gizli talama, soyğunçuluq aşkar, açıq-açığına olan talamadır. Quldurluq cinayətində həyat və sağlamlığı üçün təhlükəli zərər yetirilməlidir. İndi soyğunçuluq cinayəti ilə bəzən elə təsəvvür yaranır ki, bu soyğunçuluqdurmu, yoxsa quldurluqdurmu? Deməli, o zaman artıq bədənə və ya həyata dəymiş, həyat sağlamlığa dəymiş zərərin yəni ölçüsündən, həddindən asılı olaraq bilmək olur ki, bu quldurluqdur və ya soyğunçuluqdur. Çünki tutaq ki, ekspert rəy verir, bu zaman bunu ekspert rəyinə fikir vermək lazımdır. Deməli, dərəcəsi müəyyən edilməyən xəsarətdir.
bunu belə görüntüdə görürsən ki, quldurluğa oxşayır, amma əslində bu quldurluq deyil, soyğunçuluqdur. Aydındır. Və yaxud da Buyurun. yenə də o məqama qeyd edelim, yenə də həmin epizodda telefon şəxs yaxınlaşır, şəxs deyir ki, xahiş eləyir ki, artıq burada yəni qəsd eləmir də, yəni daha doğrusu yəni oğurluq eləmir və yaxud soyğunçu quldurluq yoxdur. Şəxsin deməli etibarından sui-istifadə eləyir, xahiş eləyir ki, mənə telefondan zəng eləmək lazımdır, belə bir hadisə var, təcili lazımdır. Şəxs də inanır, insanpərvərlik eləyir. Telefonu ona verir. Şəxs telefonla danışa-danışa uzaqlaşır, aralanır, gedir. Bəzən sonra deməli telefonun yiyəsi, əmlak yiyəsi qeyd edir ki, ay haray mənim telefonumu oğurladılar filan şikayət. Yəni amma əslində bu oğurluq deyil, bu etibardan sui-istifadə və bu dələduzluq cinayətidir. Aydındır. Eyni epizod, amma görürsüz başqa. Hər birinin də cəzaları yəni müxtəlifdir. Mən hesab edirəm ki, bu gün qanun və icra proqramında diskussiya olunan oğurluq cinayəti, istəyir oğurluq cinayəti olsun, istəyir dələduzluq cinayəti, soyğunçuluq və hətta qorxu ilə tələb etmə, ümumiyyətlə cinayətin törədilməsini biz pisləyirik. Bizim digər sponsorumuz da var, Cihan çaylarıdır. Məsləhətdir, o çaydan alıb istifadə edəsiniz və süfrənizin bəzəyi olsun. Mən hər dördünüzə vəkilsiniz, sualım ondan ibarətdir. Ümumiyyətlə oğurluq və digər cinayət növləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində şəxsiyyətə uyğun törədilən cinayətin əməlinə görə islah olunması üçün dövlət tərəfindən bir hüquqi xarakteri, belə deyək ki, bir tədbirdir. Ümumiyyətlə, oğurluq cinayətini törədən şəxslər və narkotik cinayətlərindən fərqli olaraq islah olması mümkündürmü? Buyurun. Bəli. Elə bir insan yoxdur, elə bir şəxsiyyət yoxdur ki, oğurluq bir də xarakter ola bilərmi? Bu və ya digər formada islah, bəli, oğurluqda islah olunur. Hətta elə adamlar var ki, mən burada çox vaxt almaq istəmirəm bunu demək. Hətta adamlar var ki, ömrünün yarısını oğurluqla keçirib. Ömrünün yarısını keçirəndən sonra dərk eləyib ki, bu və ya digər form dərk eləyib ki, mən heç düz yaşamamışam. Mən bu dəyişməliyəm həyat tərzim. Və televiziyada veriliş getsə də mən maraqlı bir əhvalatda danışacağam. Günlərin bir günündə bir məşhur oğruymuş. Bu gedir oğurluğa. Ad çəkməyişim çünki Azərbaycan balacadır, hamı bir-birini tanıyıb. Bu bəlkə də ömrünün 20 ilini oğurluqda keçirib. Bir gün oğurluğa gedəndə gəlir görür ki, buna məlumat daxil olur ki, bax filan obada, filan evdə, o da dağ yerində yaşayırlarmış da bu yay vaxtı. Filan evdə bu qədər böyük məbləğdə pul var, bu istəyir onu götürə. Bir gün gedir görür ki, böyük bir qoyun iti var qapıda. Nə? İmkan vermir buna yaxınlaşmağa. Bu qoyun itdə adam parçalanır da, elə bir ki, vəş kimi şeydir. 2 gün gedir, 3 gün, bir 10 gün darbadar gedir, it bunu yaxına buraxmır gecələr. Bu da prinsipal oğludur da, bilir ki, o pulu götürməlidir. Buna istiqamət veriblər ki, o pul orada götürməlisin. Axırda bir gün gedəndə görür, yaxınlaşır, görür, it yoxdur, yaxınlaşır, görür, it yoxdur, yaxınlaşır, görür, it yoxdur. Fikirləşir, bu it hanım. Gəlir, bilmirəm kim dağ yerlərində yaşayır, alaçıq deyilən zadlar. Gəlir o zadlarından tutur belə alaçığın çubuqlarından, diqqətlə içəri baxır ki, görüm kim harada yatıb. Biri baxdığı yerdə bir də görür ki, yaydı, alaçığın da qapısı yoxdur da, açıq olur axı adətən. Bir də görür ki, həmin it bunun başının üstündən güllə kimi tullandı, qaçdı, səsini çıxartmalı. Bu yıxılır arxaya, durur ayağa, özünə gəlir, qayıdır, oradan durur, aralanır, gedir. İt də buna hürmür. Aralanır, gedir, gedə-gedə özünə fikirləşir ki, ilahi, o it acıymış, o evə oğurluğa girib. O səsini çıxartmadı ki, ev yiyələri bilər ki, bu it evə oğurluğa girib. Səsini çıxartmadı. Mən insanam, mən nətər ömrü bu oğurluq nə qədər pis şeydirsə, it də ondan utandı. İnan ki, həmin adam, adım familiyası hamısını bilirəm, həmin adam o gündən oğurluq atır. Aydındır. Görün insana nələr təsir edir. Sizin suala islah olması ilə bağlı, bəli, xarakterlə bağlı. İslahın müxtəlif formaları var, müxtəlif. Bəli, əlbəttə ki, islah oluna bilər. Oğurluqda yəni bu əməli biz pisləyirik və əməlin sanksiyasında cəza nəzərdə tutulur. Bütün hallarda oğurluq cinayətinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur və vurulmuş zərərin həddindən asılı olaraq, yəni müddətlər də dəyişir. Hər bir halda mən hesab edirəm ki, şəxslər islah oluna bilər. Yəni cəzanın məqsədi onsuz da şəxsin islah olunması, sosial ədalətin bərpasıdır. Amma bəzi hallarda biz təcrübədə görürük ki, insan var xəstədir. Yəni bu həqiqətən də psixoloji
olaraq oğurluq bir xəstəlik kimi onun bəlkə də ehtiyacı yoxdur o oğurluğu, o əmlakı götürməyə. Amma onu oğurlamazsa o özündə bir rahatlıq tapa bilmir. Bu belə bir məqamlar da var ki, psixoloji olaraq belə bir xəstəliklər də var. Yəni bu hallarda təbii ki, mümkün deyil, bunlar istisnadır. Amma hər bir halda insan faktoru da bu istisna deyil ki, islah oluna bilər, oluna bilməz. Yəni mən hesab edirəm ki, bəli, islah olunanlar da var, olunmaq istəyənlər də var, olmaq istəməyənlər də var, daha pis vəziyyətə düşənlər də var. Yəni belə çıxır ki, islah olunmasını dövlət müəyyən edir. Üzr istəyirəm, buna bir haşiyə çıxım. Məndə maraq söhbətlər çox deyil, qanun söhbət. Bizim adın deməyəcəm, qonşumuza tövsifləmizi verəyim. Elə tövsifdir də bu. Bu xalq üçün çox vacib məsələlərdir bunlar hamısı. Bir günləri bizim yaxın adamlardan, qonşularımızdan biri tutulmuşdu. Mənimsəmə cinayətinə getdi, 4 il yatdı, gəldi. Bununla mən özüm institutda oxurdum, görüşə getmişdim. Buna sual verdim ki, filan kəsəmi, bu 4 il yatmağın sənə əhəmiyyəti oldu. Elə belə sual verdim, özüm də tələb edim. Yəni bu insan dərk etdimi ən azından? Dedi ki, oğul, mənə haqlı cəza verdilər. Mən onu eləmişdim və bu mənə dərs oldu. Həyatım boyu mən bir də o işi doğrudan da islah olunur, Əkbər müəllim. İnsanlar qanunla islah olur. Bax, buyur, mənim öz subyektiv fikirlərim var da. Oğurluq, ümumiyyətlə, dalaşmaq, belə içkili vəziyyətdə və uyuşturucu altında avtoqəza, bu biraz fərqlidir. Amma mən hesab edirəm ki, oğurluq cinayətləri insanda xarakter olduğuna görə onun islah olması sıfıra bərabərdir. Buyurun. Bilirsiniz, nəyə qeyd eləmək istəyirəm? İslah olunmaq şəxsi gözləmək lazım deyil ki, 16 yaşı tamam olsun, hansısa bir cinayəti törətsin, daha sonra o islah olsun. İslah olunmaq ailədən başlamaq lazımdır. Körpə yaşından, 3 yaşından, 5 yaşından artıq bir dəfə tutaq ki, mağazadan getdi, saqqızı oğurladı uşaq. Əgər saqqızı valideyn görsə ki, bu saqqızdır da əhəmiyyəti yoxdur və s. Yəni onu artıq həmin vaxtı, yəni uşağı başa düşdüyü dildə ona izah eləməlidir. Hansı bir mənada başa salmalıdır ki, oğurluqdur bu. Uşaq da artıq uşaq vaxtından o islah olunmalıdır ki, gəlib 16 yaşına çatanda artıq ən azından bir cəza verməlidir. Uşağa uyğun kiçik bir cəza verməlidir. Uşaq dərk etməlidir ki, əməlinin cəzası var. Onu indi mən televiziya vasitəsilə qeyd eləmək istəmirəm hansı qaydada. Yəni körpə uşağa cəza demək də bir yaxşı çıxmaz. Ona uyğun olaraq da ən azından dediniz, oğurluq islah olmur. Yox, mən hesab edirəm ki, bax fikir. Mən bu yaxınlarda biz 4 dostuq. 4 dostluq bir ailə var. Onlara hər əmək haqqımızda müəyyən məbləğdə pul atırıq. Kartının axır nömrəsi 74-71-dir o qadında, o xanımda. Mən səhvən 71 ilə 74-ün dəyişsə pul atdım. Sonra o banka zəng elədim, səhv getmişdim. Nə qədər edir, o xanım pulu qaytarmadı. Dedi, ağlınız var da qaytarmayasınız. Olur elə şeylərdir. İndi mənim ağlım var. Mənim axı niyyətim deyil onu göndərmək. Ümumiyyətlə, hər şey insanlar üçün. Yaponiyada və Koreyada əlaqələrimiz var. Bax, Çin Xalq Respublikasında və Yaponiyada. Əgər bir insan yerdən nəsə taparsa, onu əlinə alarsa, onu daha ağır cəza gözləyir. O əşyanı görüb hökm polisə məlumat verməlidir. Bax, tapıntı ilə oğurluğun arasında necə ola bilər? Buyurun. Buyurun, gəlməli. Deməli, Əkbər müəllim. Yerdən 10 min manat pul tapıb. Bax, bu yaxınlarda qardaş kanallarının birində bir adam 12 min dollar pul getdi. Dedi, mən onu tapmışam. Apardı verdi qardaş kanallarının birinə. Və oradan da elan verdilər, o yiyəsi gəldi onu götürdü. Əhsən olsun o qadına, əhsən olsun xanıma ki, 12 min dollar gətir qardaş kanalda onu elan edib və verdi. Bax, tapıntı ilə oğurluğun arasında. Sizdə qanunda ona 25% ona düşür. Dolayısıyla xanım başladı. Bax, o siz deyirsiniz tapıntını götürməyə, o oğurluq sayılmır, biz o tapıbdır, o oğurluq sayılmır. Heç bir o yəni biz deyil, amma bəzi dövlətlər var ki, o daha ağır. Yaponiyada, Çin Xalq Respublikasında əgər bir şey tapırsanız, götürmürsənsə, daha sən ağır cəza gözləyir. Hər dövlətin öz qanunvericiliyi var, öz baxışı var, hər millətin, hər xalqın özünün inkişaf səviyyəsi var. Amma tapıb mənimsəmək olmaz axı. Mənimsəmək olmaz, şübhəsiz bizdə də elədir. Baxın, xanım başladı, baxın, oğurluğun, cinayətin baş verməməsinin birincisi aradan qaldırılmalı. Yəni ona yol verməlidir. Nədir? Valideynlər bizə baxırlar da, yəqin şübhəsiz ki, valideyn görsə ki, onun övladı məktəbdən gələndə bir dənə əlavə ruçka gətirməli ki, ruçkanın qələm gətirib, onun heç mahiyyəti bir o qədər deyil. Amma valideyn dərhal ona reaksiya verməlidir ki, ay uşaq, bu başqasınındır, sən onu niyə götürmüsən, apar qaytar ver. Yəni o cəzasızlıq, uşaq bugün bir qələm götürəcək, sabah 2 qələm götürəcək, sonra gedir ev oğurluğu. Bəli, ona görə də valideynlər xüsusilə bu xırda bir şeydir, amma uşağın formalaşmasında, gələcəyinin formalaşmasında mühüm rol oynayır. Qaldı ki,
Xəyalə xanım dedi, bir oğurluq el adam xəstəlik. Düzdür, oğurluq cinayətinin bir genetik tərəfi də var. Bu yaxınlarda hamımız eşitdik. Rayonların birində rayon xəstəxanası baş həkimi ərzaq mağazasında ərzaq uğradı. Yəni onun heç ehtiyacı yoxdur, amma o genetik olaraq onun əlində bir əyrilik var. Ona görə də bax valideynlərə xüsusilə buradan müraciətimiz ki, uşağın formalaşmasına, tərbiyə olunmasına xüsusi fikir biz deyirik ki, bax biz vəkillər hamımız ailə dövlətdir. Bir ailə bir balaca dövlətdir. Öz ailəndə cəza növləri var və dövlətdə cəza növləri var. Bax, əgər bir uşaq, misal çəkin. Şərt deyil ki, valideyn onun nəsə bir döysün və yaxud cəza. Xəbərdarlıq eləsin, onun mahiyyətini izah eləsin. İzah eləməlidir ki, ay oğlum. Ondan xeyir götürməməlidir uşaq. Oruçda o qələm qaytarılmalıdır deyəsinə. O oğurluq deyəsinə. sayılır, xalqın qələmini götürmək olmaz və yaxud... Yəni aparmalıdır, uşağın özü qaytarmalıdır, uşağa demək ki, üzr istəməlisən bu əmələ görə. Uşaq da əməlindən utanacaqdır. Valideyn onu bu başdan tərbiyə eləməlidir ki, gələcəkdə o qələm oğurluğu mağaza yarma oğurluğuna, bank yarma oğurluğuna, başqasının əmlakının oğurluğuna biz hüquqşünasların bu cinayətin növlərinə qarşı bəzən deyir o iki hüquqşünasın bəzən fikir üstə düşmürük. Yanaşma tərzi bəzən görsən hüquqşünaslardan müxtəlif olur. Bu oğurluq cinayəti ilə narkotik cinayəti var da, bu narkomaniya. Bax, hansına siz daha ciddi yanaşırsınız ki? Cəza cəzadır. Yox, cəzanı demirəm. Cinayətdən. O pislik yoxsa bu oğurluq pislik yoxsa hər halda narkoman pisdir. Yox, narkotik belədir ki, İnsan özündən daha Məsələn, mənim qəsdən bu sualı verir. Mənim öz fikrim budur ki, mən oğurluğa daha pis baxıram, narkomaniya o qədər pis baxmıram. Niyə? Xəstədir. Xəyalə xanım xəstəliyi adı şeydir. Narkoman xəstədir, artıq o xəstələnir. Cəmiyyət və dövlət çalışmalıdır ki, bu narkomanı Narkoman Amma xəstələndikdə oğurluq təhlükəli məsələ. Mirzə müəllim, o Başqalarına daha narkotik çox vasitələrdən ziyan istifadə edən şəxslərin tək ailələrinə biz özünə, vəkil olaraq bəli, tək özünə ziyan vurmur, ailəsi də dəfələrlə əziyyət çəkir. rastlaşmışıq. Hansı evdəki bir narkotikdən istifadə Bütün edən ailə bütün əziyyət ailə çəkir. Bəli, həmin ona nəsil görə. əziyyət çəkir. Bəli. Ona görə də o cinayət yaxşıdır, bu cinayət Bəli, yaxşıdır. cinayətlər Yox, yaxşılıqdan olmaz. söhbət getmir. Elə ikisi də bir-birindən bir ifadə Bəli, o söyləyəcəm. yaxşılıqdan yox. Narkoman ümumiyyətlə Hörmətli bəladır. kollegiyalar. O başqa söz. Bilin, bu günləri mənim bir yaxın dostum çox mötəbər təşkilata işə girmək istəyirdi. Onun ailə üzvlərindən biri bir 20-30 il bundan qabaq, hətta belə də babası 41-45-ci illərdə vətənə xəyanətdə ittiham olunduğuna görə dövlət orqanları girə bilmədi. Bu günləri ailələrdə əgər bir şəxs varsa, o şəxs, ailə üzvləri, evdə 5 qardaş varsa, bunun 5-i də narkoman deyir ki, 5 də oğru deyir ki, içində alimlər də var. Onlar gələcək dövlət orqanında, siyasi hakimiyyətdə təmsil olmaq üçün bir ailənin bir səhvinə görə, cəza çəkdiyinə görə, onun məhkumluğu olduğuna görə onlar dövlət orqanına təmsil oluna bilmir. Bunu da istəyirəm, xahiş buyurun, valideynsiniz, buyurun. Ona görə deyirəm də valideynlər uşaq vaxtından tərbiyə eləməlidir. Məktəbli vaxtından. Həm valideyn, həm müəllimlər məktəbdən. Yəni bu yaxşı olar ki, maariflənmə olmalıdır. Bilirsiniz, həm efir vasitəsində, həm sosial şəbəkələrdə bəzən valideynlər özləri də heç bilmirlər hansı hərəkətləri düzdür, hansı yanlışdır uşağa münasibətdə. Ona görə yaxşı olar ki, bunu məktəb və valideyn birlikdə tərbiyəni düzgün edəndə cəmiyyət üçün, gələcək üçün, gələcək nəsil yetişdirir. Amma əfsusun bu günləri üzrsən, bax bir dənə belə misal çəkim. Biz valideyn olaraq evdə verdiyimiz tərbiyəni artıq cəmiyyətdə uşaqlarımız görə bilməyəndə uşaqlarımızda bizim sıxıntı və qadağan qoymuş tərbiyələrimiz arasında biraz fərq yaranır. Ona görə də maariflənmə önəmlidir. Rəhbər müəllim, ona görə maariflənmə getməlidir. Nəinki efirdə, nəinki sosial şəbəkədə, məktəblərdə olmalıdır. Kəndlərdə ağsaqqallar şurası deyirlər də, ağsaqqallar olur. Bir məclislərdə oturanda, yaxud hansısa bir, məsələn, dini məclislərdə bir moizələr oxuyurlar. Yəni bu bir kompleks şəkildə olmalıdır. Tək bu gün Əkbər müəllim dedi, biz dedik olmur. Ona görə də mən hesab edirəm, qanun və icra proqramına baxmaq lazımdır və buradan hüquqi cəhətdən maariflənmək lazımdır. Bugün cəmiyyətimizdə biz nə izah edirik? Nə qadağandır? İnsan üçün nə pisdir? Bugün hesab edirik ki, oğurluq cinayəti həqiqətən də bəşər övladının qəbul etmədiyi bir normadır. Əkbər müəllim, sizin o sual, maraqlı sual məsələ qaldınız. Deyirsiniz, bir evdə 5 qardaş varsa, gələcəkdə bunun biri tutaq ki, narkotika ilə məşğul olsa, onun o 4 nəfərin qarşısını alır, ona məhkumluğu varsa, mən ona qəti etirazım bildirirəm, o düzgün deyil.
bir nəfər qardaşın xəstə olmasına, narkotiklərin cinayət törətməsi, 4 qardaşın Yox, məsələ onun tək bunun narkotikdən həyatda getmir. olacaq Yox, gələcək Əkbər hüquqlarının müəllim pozulmasına misal gətirib çəkir ki, çıxarırsa, o düzgün deyil. Baxın, Əkbər müəllim misal gətirdi ki, dövlətə xəyanətdə o vaxt ittiham olunubdu. Dövlətə- Məsələ narkotikdən getmir. Elə bu Yox, mən cinayətlərin deyim, hamısı baxın, insanı uçuruma baxın, aparır. dövlətə xəyanət başqa şeydir. Şu xəyanət baxışlanmır. Ümumiyyətlə, Məsələn, oğurluq ehtiyatla biraz- törətmə cinayətdə tamamilə fərqli avtoqəza var. Məsələn, bu günlər girsən bir insanın barəsində baxır, maddə ora görmür, əməl görmür. Neçə il yatıyor? Yazık ki, onun barəsində məhkumluq var. Bəli. Maddəni yoxlamır dövlət. O Məsələn, ailə yaxud artıq saxta pul güvənsizlik deyək ki, yaranır. saxta pul- Məsuliyyət yaranır. Güvənsizlik yaransa da qardaşa görə məhkum eləmək olmaz. Düzdür, onu Yox, birinci Cəzalandırmaq gündən olmaz. ittiham etmək olmaz. Cəzalandırmaq Siz- olmazsa bax- sənin qardaşın qolamaq Üzr cinayət istəyirəm, üzr istəyirəm. törər. O da Sizin insandır. Sizin Onun da oğlunuzun biri- hüquqları var. Misal mən, həyatda. bax, özümüzə misal çəkək. Sizin oğlunuzun biri Qanun. deyək ki, cinayət məcəlləsinin falan maddəsi ilə məhkum oldu. Prokuror gəlin işə qəbul eləməyəcəklər. Mən qanundan danışıram. Bizə deyir ki- bizə deyir ki, onu bunu müzakirə eləyəcəklər. Bilirsiniz- Amma qanun başqa cür yanaşmalıdır. İnsana, qardaşına, bugün biz atasına, deyirik ki, bacısına görə cəza cəmiyyətdə vermək olmaz. iki cürə insanlar var. Nümunəvi insanlar, görk insanlar. Yəni biz Mənim- hər bax, bu gün insanları siz- nümunəvi bax, olmağa bax, çağırmalıyıq Vəkillər da, yəni kollegiyasının çağırırıq. 4 əməkdaşı, mən də içində olmaq şərtilə 5 əməkdaşı. Bu günlər nümunəyik, insanlara nümunəyik. Mirzə xan Kiyevi tanıyırlar. Xəyalə xanımı tanıyırlar, İrada xanımı tanıyırlar. Biz axı Bakı Dövlət Hüququ qurtarmışıq, əziyyət çəkmişik, bu zəviyyəyə çatmaq üçün hansı mərhələdən keçmişik? Biz nümunəyik. İnsanlara o demək istəyirəm ki, bu günlər oğru cinayətləri Ümumiyyətlə, olmaz. Digər oğru cinayətlər də olmaz. cinayət- Buyurun. Digər cinayətləri də olmaz. Amma fikir verin, oğurluq cinayətin adını çəkəndə şəxslər utanırlar. Biraz Xəcal utanc- çəkirlər. Oğurluq ən pis utanc Biri var, məsələsi. Filankəsin bahisi oğurluq eləyib. Ay, O ay ən filankəs. utanc verici cinayətlərdən Oğurluq yaxşı biri. əlamət deyil. Bəli, bütün cinayətlər deməli cinayətdir bildiyimiz kimi. Amma misal İctimai üçün- qınaq da var, ictimai qınaq. Bəli, biraz çox o əsas məsələlərdə çox Tamamilə utanc doğru. verici. Oğurluq- Təbii ki, oğurluq burada yaxşı- bax yaxşı əlamət biri, deyil. biri var ki, ehtiyatsızlıqdan avtoqaza nəticəsində bir Bəli, hadisə törədirsən, cinayət məsuliyyətinə cəlb olunsan, bu başqa məsələ. Heç kim heç nədən sığortalanmayıb da, hamımız avtomobil istifadə edirik, başımıza bir çox iş gələ bilər. Amma bir də var ki, qəsdən sən kiminsə mülkiyyətində olan əmlakı özün üçün götürsən, Zəhmət, hüquqa zidd qaydada. əziyyətlə əldə Yəni etdiyi burada əmlakı. təbii ki, o ictimai qınaq çox böyük rol oynayır. Yəni bir çox cinayətlər var. Biri var satqınlıq, yəni dövlətə xəyanət var, satqınlıq var, nə bilim, Hərbi saxta pul cinayətlər var. də, onlar Bir çox da. ağır cinayətlər var ki, bunlar bağışlanmır, bağışlana bilməz. Amma ehtiyatsızlıqdan törədilən cinayətlər ki, bunlar artıq Yəni cəza müəyyən olmaz bəli. zaman. Bizimki cinayətlər ümumiyyətlə bu qəsdən. bizim bu verilişin bu məqsədi məramı ondan ibarətdir ki, vətəndaşlarımız maariflənsinlər. Və bu oğurluq cinayətinin də gələcəkdə baş verməməsi üçün və burada valideynlərin və Xəyalə xanım da dedi, məktəbin üzərinə böyük vəzifələr düşür. Valideynlər uşaqlarına qarşı çox diqqətli Bəli, olsun. bəli. Çox düzgün tərbiyə eləsinlər. Cinayətin tək oğurluqdan getmir, ümumiyyətlə cinayət törətməkdən çəkindirməyə çalışsınlar və izah eləsinlər ki, bax, oğrunun görsün vəziyyəti necədir, cəmaət onu qınayır, el arasında, obada ona hörmət yoxdur. Yəni, valideyn uşağını çəkindirməli, tək oğurluqda, ümumiyyətlə bütün cinayətlərdən cinayətlərdən. çəkindirməlidir və düzgün tərbiyə eləməlidir, təhsil verməlidir. Valideynin ən vəzifəsi, borcu Ümumdə nədir? vəzifəsi, Valideynin bəli. vəzifəsi Güzel odur müəllim, ki, sizin sözünüzün uşaqları qüvvəti. böyütmək, Yəni yüksək izah təhsil olunmalı, vermək, bəli. tərbiyə etmək. Bunlar lazımdır. insanı Burada- uçuruma aparır Burada da, yəni uçuruma valideyn gedən mühüm rol əməllərdir. oynayır, məktəb də mühüm rol oynayır. Çünki Ora əlavə cəmiyyəti də. insanı necə Cəmiyyəti. tərbiyə edirsən, necə uyğunlaşdırırsan ona uyğunlaşır. Baxın, uşaq bir ağvaraqdır. sadə misal deyim. Bəli. İnsan bir tam uyğunlaşandan bir hala uyğunlaşandan sonra geri qayıtmaq çətin olur. Bir də bir işə baxırdım, bunu veriblər oğurluqla gəlib məhkəməyə. Baxıram, hardasa 42-43 yaşı vardı oğlanın. Baxıram, görürəm ki, bu olduğu kimi hər şeyi itiraf edir. Bunun oğurluğu nədir? Parkda gedəndə bir qızın sumkasını götürür, oğurlayır. Görür, içində 600 manat pul var. Sumkanı vurur qoltuğuna, gedir, bir, nə bilim, 200 metr o tərəfdə başqa bir skamyada oturur, sumkanı da qoyur böyrünə. Pula dəymir. Qoyur ora. İndi qız xəbər veribdi, polislər axtarır, hamısı ora-bura. Birdən qızla gələndə, qız deyir, o oğlan mənim sumkamı apardı, mənim böyrümə keçən o idi. Görür, bunu o götürürlər, sumkanı götürürlər, sayırlar, görürlər pul içində, qız deyir, mənim pulumu götürmür. İndi bunu nəysə, oğurluğuna görə tuturlar, gəlir, çıxır məhkəməyə, oğlana sual verirəm ki, mən elə əvvəl elə dərk elədim ki, bu oğlan nəyə görəsə bir hansı əməli icra eləmək istəyir, qayıtmaq istəyir həbsxanaya. Dedim, sənin məqsədin vardı, sən oğurluq eləməmsən axı, sən bu pulu da götürməmsən. Nə məqsədlə bunu eləyirdin ki, həbsxanaya qayıdasan? Sən orada bir məsələni həyata keçir. O dedi ki, yox müəllim, mən qısa deyim, uşaq axırını deyirəm.
mən burada yaşaya bilmirəm, uyğunlaşmışam ora. 20 ildir Aydın. həbsxanalarda. Mən istəyirəm. Qayıtmaq Bizə istəyirəm. ailəm vaxt yekunaq və vaxtımız biraz məhduddur. Çox sağ olun. Mən hesab edirəm ki, yəni bir az da olsa biz qanunvericiliyin prinsipini və sanksiyalarına bağlı fikir mübadiləsi apara bildik. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt yekunlaşmaq üzrədir. Sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25 min manat, təmirçi üçün 5 min manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Dorazal çayları artıq ölkənin hər yerində sizə təqdim olunur.